Sabahınız xeyir olsun değerli izləyicilərimiz. Xoş gördük sizləri. Məşdağanın tam mərkəzinə yaxın, Yaşar Yetmənbəli məktəbə yaxın, qapısına qədər asfalt, Sokyanın torpaq sahəsinin üzərində bax belə bir yerdən 5 daş kürsülü, bir zal, 3 yataq, bir mətbəx, bir sanitariyadan ibarət həyət evi çıxışı. Evin torpağının çıxarışı var. Tam qeydiyyata düşmək olur. 95 min manat. Evin fikir verin. Sol tərəfində keçidi var və suyun axıntısı üçün turbası qoyulub, açıq terası var və inşallah giriş hissəsində təqdim edəcək, sonra evin içərisini sizə tam təqdim edəcək. Yer olaraq da ki, yerinə gözəl yeri var yəni. Bu da gördüyünüz kimi terasıdır. Yaydı. Burada məsələn stol qoyub oturmaq üçün hətta burada da eyni qayda ilə var. Və orada da bunu da göstərək sizə. Qırağında da uğul fasonunda belə bir torpaq hissəsi var. Və inşallah keçək sonra evin içərisini sizlərə təqdim edək. Gördüyünüz kimi onun nəzərinizə çatdıraq ki, evimiz 120 kvadratdan ibarətdir. İnşallah zalını təqdim edək. Gördüyünüz kimi gözəl belə bir zalı var. Yəni onu nəzərinizə çatdıraq ki, qoşa daşdır. Və yataq otaqlarını təqdim edək sizlərə. Buradakı yataq otağını təqdim edək. Buradakı yataq otağını təqdim edək. Və buranı da sizlərə təqdim edək. Və onu da nəzərinizə çatdıraq ki, evdə hər otaqda kombi var. Yəni radiatorları var, istilik kombidir. Və mətbəxini təqdim edək sizlərə. Gözəl belə bir mətbəxi var, fikir verir. Və mətbəxdən terasa, həyətə çıxış və giriş hissəsi. Və sanuzerini göstərək. Sanuzerini təqdim edək sizə. Sanuzerdə isti poldan ibarətdir və duş kabinəyə qədər belə qoyulub. Və dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi Məşdağa 187 nömrəli məktəbə tam yaxın ərazidədir. Qapısına qədər asfaltdır. Evin torpağının çıxarışı var.